Salam dostlar, necəsiniz? İnşallah yaxşısınız. Bugün 24 martdır. Səhər saat 5-dən durmuşam. Bugün Elmanla ikimiz Maloçkadayıq. Elman durğuzmuşam. İndi yazıb ki, saat 5:50-də olacam orada. Gətirim ona kimi çay için paxlava ilə. Mənə yazıb ki, aşağıdayam, düş. Yəqin deyil, elə budur gəlir. Elmancıq. Hələ indi gəl çat bir. Lif gözləyirəm, neynim? Həmişə kurtkamı dəyişəndə narahat oluram. 3-5 dəfə yoxladım ki, birdən iş yerinə açarını o bir kurtkanın cibimdə saxlamış olaram. Cibimdə. Suru gedərəm, orada qalarım çöldə. Neyse, gedək bugün işləyək. Bugün 3-cü gün çətin gün olur. Çünki bütün kateqoriyalar gələcək. Bugün 2-ci gündür deyəsən. Sabah biraz çətin olacaq. Sabah elmansız olacaq. Hardasa buralarda saxladı axı. Elə tapa bilmir. Gördüm deyənə. Düz qabağımda dayanıb. Mən neyim bu qarın üstündən hoppanım elmancıq. Ay Allah'ım köpək ol, ay Allah'ım köpək ol. Gəl yaxşı bura. Привет. Kazadan neçə var? Istıra özü 10 dənə maşın gəldi. İndi gəlmisən də elə deyir ki. Aradan indi 10 dəqiqədə səhər gözləyir. Hə, pəncərədən gördüm mən. Ay Allah, sən niyə buradan yekəlmir yanında? Как дела? Хорошо, спасибо. Пəncərəni sən açıbsan, ha? Я не люблю pəncərə açıq olanda. Все, getdi qaqaşım. Deyir, gözləməyəcəm səni, tez ol düş. Gedişirəm, deyir. Bismillah eləyək. Quşlar, burada hər gün quş var da. Ay Allah. Ağaclardan, kişlərdən. Uzaq elə bizə Allah'ım. Bugün mal var ya. Gidim saat neçə gəlişlər. Bismillah. Billah. Kaçan verdiği sumkanı götürürəm ama ucu 3-cü gündə götürürüm. 1-ci gün içində yemək yapardım. Yemək yox, paxlava. Paxlavanın suyu axdı. 2-ci gün açdım ki, kremim var bir dənə Luda verən, sağ olsun, çox qəşəng kremdir. 2-ci gün baxıram ki, kremin ağzı açılıb, krem tökülüb. Başım çıxır. Nə iş. Görək bu gün nə töküləcək içində. Hər dəfə də silirəm ki, batmasın. Yazıb ki, girdin işə, hər şey yaxşıdır. Дорогой пользователь. Bir dənə tez baxım. Özümü rahatlayım. Adam çox oluşdu, az oluşdu. Mal nə vaxt gəlişdi. Bugün nə həkimə yazılmışam qızlar. Dünən fikirləşdim ki, bu qədər olmaz. İnanın, elə ki, otururam 2 saniyə keçmir, yuxum gəlir. Gözlərim də bağlanır. Dedim bugün həkimə gedim. İnternetdə oxumuşam, indi deyərəm nə deyir internet. Yadımda qalanlar deyəcəm. İnternetdə yazılıb ki, çerezmerная сонливость это anemiyadan ola bilər, qan azlığından ola bilər. Şitavitkadan ola bilər, yəni zobdan. Həkimə gedib obşi analiz vermək lazımdır. Bugün gedib направление götürərik analizə. Nə vaxt evdəyəm? 2 gün Maloçkada olacağım. Xırda saçlar bezdirdim. 2 gündə şeydə. Deyəcəm. Bugün 24-dür. 24-25-i buradayım, 26-27-si Pekarniyadayım, 28-29-u 6 bazara düşür.
6 bazar mən bilən poliklinika işləməlidir. 6 bazar gedərik qan analizi verməyə. Qoy, bu günə 47 nəfər. Adətən 70 nəfər olur. 47 nəfər, nə yaxşı. Sabaha 69 nəfər. Sabaha normal gələcək, bu günə az gələcək. Normadan az. O da ki, neçə nəfər yazılıb onu göstərir. Gedişənlər də gələ bilər. Yəni, dünən gəlməyib, sırağa gün gəlməyib. Ya iş olub, ya uşaq xəstələnib. Onlar da gələcək. Onları göstərmək. Qrafik, dostavki. Heç bu günün qrafiki yoxdur. Hələ qrafiki göndərməklər. Значит, bu gün hələ avtobus nə vaxt gələcək? Avtobus nə idi? Maşın. Uca gözüm yumulur. Maşın nə vaxt gələcək bilinmir. Dedim görüm bu yuxudan ötürü ölürəm yuxudan ötürü. Biraz ay Allah, dünən mən vlog düzəldirdim. İnan Allaha, inanın Allaha. Öz səsimi eşidən kimi yoxduram. Bir də baxıram ki, vlogun axırında. Çöndərə bildiyim elə kadrlar var ki, böyür üstə çəkilib. Çöndərə bildiklərimi çöndərmişəm. Özümü deyirəm ki, inşallah lişni heç nə danışmamışam. Səhv-süf heç nə danışmamışam. Səs kəsməli olmaram. Ancaq kadrları fırlamışam. Demək olar ki, tezləşdirə düzəltdim. Çünki çox vaxtım apardı vlogu düzəltmək. Biraz qoşuram, yatıram. Biraz qoşuram, yatıram. Belə. 6 tamam bir saat. Getmişdim xalatımı giyinməyə. Baxıram ki, Tanya çıxardı. Öz şkafından qoyub mənim şkafıma. Neynək? Mən də qoyuram bura. Aslında bizdə uşaqlar bu konfeti yiyəsi deyil. Yeyiləsi konfet deyil. Biz şeyik də, ailəlikcə. Hər konfeti yemirik. Qızlar çayla içər. Elman yazıb ki, maşın ondadır. Ondan çıxıb bizə gələcəklər. Amma poçta maşın haqqında heç nə yazmırlar. Onlarına tez baxım görüm nəyə gətirəcəklər. Yer bəlkə boşaltmaq lazımdır. Nakladnoy. Ha. 720 dənə süd gələcək. 2, 4, 6, 8 palet boşdur. Elə bura yığarlar. Bir də kefir tvorog gələcək. Kefir tvoroga baxım 100% bütün xaladeniklər zanitdir. Bir xaladenik ancaq tvorog. Bir xaladenik bu ikisi. Bu sönülü də znaş boşdur. Ladna gətirim onda tvorogu da ora yığım. 2 dənə xaladenik boşalsın. Belə. Elman yazıb ki, maşın getdi sənə doçkana. Burada gəlirlər. Beş dəqiqədən sonra oxucu qapını açmaq lazımdır. 6:25 saat, 6:25. Звезды мирно падали, как будто для меня. Каждый раз загадывал тебя не потерять, но больше не могу. Теперь ты больше не моя. Опа! Фу, все. Tamam. Kipirin sırası çok berbat. Ama 29'una çıkıyor. Her defa bir 20 yaralamam. Ya konuştum ki kafa açık kalsın.
Все, Günel hazır. İndi bu barmağımı yaraladım. Bu barmağımda 3 gündür. Qılıncını qırmaqdan sinyak kimi, elə bilirəm şişibdir. Sinyak kimi ağrı verir. 2 dənə balaca karobka götürdüm, uje ləhləyirəm. Bu düzgün deyil, bu normal deyil, belə olmalı deyil. Həqiqətən də uje həkimlərə getmək lazımdır. 3 dəqiqə sonra qapını açıram. Və salam, ondan sonra Günel zənit. Hər iki tərəfdən qapını açmışam, oturub gözləyirəm. Buradan Lego topologiyaları gözləyirəm, arxa qapıdan da o quruşikləri gözləyirəm. Görək kim birinci gələcək. Mal birinci gələcək. Подушек. Принял. Ой, barmağım ağrıyor, yazamıram ki. Birim dördüm orada. Ah, buradan da geldiler. Gözümüz aydın. Здравствуйте. Mal gəldi, malı yüklədilər, qapını bağladım, getdilər. Baxın, çöldə nə gözəl gün var. Nə gözəl, nə gözəl. Əsl yaz. Deməli qızlar, bugünə çox az adam olub, çox az. Məndə olub 37 nəfər, Elmanda olub 24 nəfər. İndi Elman yazır ki, gəl saat 14:55-də qaçaq buradan. Saat hal-hazırda 14:00-dir ki, tamam. Deyir, kofemi içim, durum, yerləri silim ki, saat 3-ə qalmışdı, qaçaq. Dedim, yaxşı. Bugün Elman 3-cü gün işlədi. Elman elə ki, 3 gün işləyir, 6 gün dincəlir. Bugün 3-cü gündür smendədir. Təhvil verir deyən oraları yuyub təmizləməlidir. Adam yoxdursa boş-boş oturmaqdansa durub yığışdırmaq yaxşıdır ki, bağlanan kimi də qaçasan evə. Amma mən sabah təhvil verməliyim smeni. Takışda oturmuşam, surələr yazıram özüm üçün. Görsənir. Yazıram da. Həkimə getməyim, çəşim gedim, getməyim, həkimə yazılmışam. Tənbəllik yenə tutub məni. Amma oturduğum yerdə yatıram, heç olmasa qan analizinə göndərsə də bugün gedəməyəcəm, sabah gedəməyəcəm, çünki işdə olacam. 6 bazar günü, bilmirəm, işləyirsə 6 bazar günü gedə biləcəm. Apreldə də bez выходной işləyirəm, вообще выходnoysuz. Ona görə ki, apreldən bütün qızlarımız otpuskaya gedəcək. Birinci Tanya gedir. Sonra ardıcı hamı. Ona görə də qrafikimiz biraz dəyişilir. Başqa cür olur. İstəyirdim ki, uzun sözün qısası, istəyirdim ki, pekarniyada işləyəndə evə ancaq canım çıxa-çıxa yatmağa gəlirəm. Yorğun oluram da, yəni o nəzərdən. İstəyirdim ki, heç olmasa bayrama görə bir balaca da olsa süfrə açaq bugün. Özüm üçün bayram qeyd edək. Səhər güya fikrimdə var idi, ət çıxardım, toyuq çıxardım. Yadımdan çıxdı. Gərək fikrimdə tutmuşam ki, geyim tələsik nəsə yemək pişirim, stol açım. O da həkimə getsəm, elə bil ki, 1-2 saatım həkimdə keçəcəkdi. Ona görə getmək istəmirəm həkimə. Elman yazıb ki, çıxmışam artıq, maşını sidirəm. Mən də bir siz nə elədim? Elədim. Həkimin vaxtını sabaha saldım. Gedim evdə yeməyimi pişirim. Uşaqlarla oturum. Ruslan dərsini eləyibdi, gedib həyətə.
Demişəm ki, belə havada nə var, evdə otursan, çıx həyətdə gəz. Neçə gündə həyətə çıxır məktəbdən sonra, amma dərsini eləyəndən sonra. Tak, sumkamı, hər şey gətirmişəm, ayaqqabımı da geyinim. Daha Elman maşını isidirsə, hardasa 5-10 dəqiqə gələr. Görüm sabah nə bahanəsi tapıram həkimə getməmək üçün. Getmək lazım deyə, belə olmaz. Belə olmaz. Prosta Elman evə tələsir ki, şeyə düşməsin, probkaya düşməsin. Şətəki axırıncı işli günündə evə istəyir, tez getsin. Mən də gedim bir stol açım da, heç olmasa xudmani. Nə qəşəng quşlar ötür. Elman dedi bura gələcək, ona görə də gedirəm ora. Sən bugün 3-cü iş günündür. Ona görə bayaqdan deyirəm ki, sabah tək olacaq. Demək, sabah da işləyirsən. Dünən birinci gün idi, bugün ikinci gün. İkinci gün. Dünən çıxmışam, görürüm ki, sırası gördüm ki, pol ləkəlidir, sarıdır. Gəzirsən ayağın altında, xırç-mırç eləyir. Yemur da, yəni. Bildim ki, Lüba yeməyibdir. Mən də fikirləşdim ki, bütün günü mən işləyəcəm. İçəri girən bədbəxt nə bilsin ki, dünən ayrı adam işləyib də, mən işləməmişdim. Deyəcək, bu donuzun biriymiş şiqriyə. Zamat nə deyərsə. Mən birdən elə pis ürəyimi sıxılır, corabımı soyununu bayaq yalan gəzir. Sənin dokumentin var da, alım zeyt maşına düşür. Onu da vedirəm propiska elə, registrasiya elə. Registrasiyamı qutarı ver. Hə, ayaq yalan gəzəndə hiss edirəm ki, hə, yeri silməyiblər. İşdə ayaq yalan gəzirəm məndən, ürəyimi sıxılır. Yoxdur. Mən burada bir günün bir ay kimi keçir. Dünən əkə bala deyir, gəl bizdə işlə 3 il işləyəsən, per mesaj 100 kimi alasan, saxtarı mesaj səndən asılıdır. Mənim qardaşım deyir, işləyir 160-180 min maaş alır. Amma Özbək taciklisən də necə işləyir? Bizim Azərbaycan milləti ilə işləyir. Özbək tacik işləyən qüvvədir. Özdə harda ki maaş çoxdur, oranın işi çoxdur. Asan iş yoxdur ki, o bir şey. Mən dedim, mən belim ağrımasa gəlib işləyərdim, buradan çıxardım, bu boyda yolu pas gəl bura. Burası burada zor deyə, yıxılırsan, yatırsan. Maaşına görə işidir də, nə maaşı var ki buranın? Covid'dən vurursan. O gün saat dünəni 7-də yatdım, 9-da durdum. Bir adam yox idi. Bir şey ki buranın maaşını götürüb ev pulu verirsən. Prosta durdum ki, belə yatmışam, boynum belə ilişib qalır. Yatanda bir özvə çəki düzən verdi. Raz balım qaçıbdı. Bir dəqiqə də durdum ki, oğlanla qız da oturublar, sakitcə mənə baxdılar. Yatdığın yerdə. Demirlər ki, abala, здравствуйте, извините, nə bilməm. Mən ona görə Kartoşkadan zaten atıblar üstünə. mən ona görə kreslonu çevirirəm onlara tərəf, arxam onlara tərəf elə yatırım. Ki görməsinlər nə tər yatmışam, ağzım açıq, dilim çöldə. Su da belə axır gedir. Su da belə axır gedir. Niyə? Bugün getməli idim həkimə deyim ki, mən oturdum yerdə yatıram da saldım sabaha. Mən 2 gündür gec yatdım axı. İbrahim gələndə 3-də yatdım, 5-də getdim dalınca. Ondan sonra 2 saat yatmışam. 1-də yatdım, yoxsa 2-də, 6-da durdum. Dünən də elə 1-də yatıb 5-də durmuşam. Mən sən zənglə məsələn durmayacaqdım ki. Yoxu görəm hə, yoxda görəm ki, Emil mənə deyir ki, papa, boça bu denik, mən də biləm. Выключи его. Bəs deyirəm ki, bu xadnovimdir da, deyirəm выключи. Bəlkə də yoxu deyildi, gəlir evə gedəndə soruşum, hərdən olur. Gəlir mənə deyir ki, papa, boça bu denik. Mən hərdən olur ki, riski dururam, öz-özümə deyirəm ki, bugün hansı işdəyəm? Yoxsa bugün ev günümdür? Fikirləşirəm. Baş işləmir ki. Hə, fikirləşirəm, sonra yadıma düşür, ondan sonra başımı qoyub yatıram. Papadan keçib bizə bu yuxu xəstəliyi. Papada da var, oturduğu yerdə yatmaq. Babada da var idi desin, hə? Bir şey ki, əmidə, bibidə varsa, demək, babadan keçib.
так ходил? Не холодно тебе? Нет. Вот. Там не холодно. А? Там не холодно. Soğuk var sana. Я знаю, как холодно. А вообще ты аш любишь? Plov. Ну вот поэтому. Bizim kızlar elə də aş sevmirlər deyən çox az miqdarda bişirəcəm. Очень мало приготовлю. Как символически olsun. Şey, Я не буду. Все равно. süfrələrin şahı aş. Да? А какой аш сделаем? Не знаю. Какой-то. М? Какой-то. Var şah aş, Я не знаю. который в тесте. Var. Который мама делает. Шабалыт, мабалыт. Hem suda qalsın, şişsin, həm də yuyulsun. Sonra bunun suyunu süzəndə qəşəngcə yuyacağam. Два стакана хватит? Не знаешь? Ну, по-моему, еще один. Еще. Но я кушать не буду, не знаю. Ну, почти 3. Почти. Çox olacaq yoxsa. Bunu qoyaq istağa. Bir balaca markov tapdım, körköhnə markov. Salat üçün hər şeydən 2-3 dənə götürdüm. Çox balaca, belə çox olmayan stol açaq dedim. Yaxı balaca stol açaq. Biraz salat eləyək dedim. İndi bunları qoyuram qaynasın. Və qızlar bir dənə də balaca tortumuz olsun dedik. Ona görə də başladıq tort hazırlamağa. Görək alındıra biləcəyikmi? Qızlardan Ləlüş yatır. Bircə Rusikdə mamasına kömək eləyir. Hələ nə tortu pişirəcəm qərarlaşdırmamışam. Bu arada tərəvəzlər artıq pişməkdədir. Tərəvəzlər pişsin salat üçün. Ondan sonra aşı başlayaram. 4 dənə yumurtanı çırpacağım. Köpükləndikdən sonra 4 xörək qaşığı şəkər əlavə edəcəm və bir yerdə çırpacağım. Şartlar bunu gerektirdi. Ayrıldık işte. 2 xörək qaşığı düşünürəm ki, bal bəsdir. Bahane, bahane, bahane. Ben qaşığı sivirim. Əslində deyirlər bal tökməmişdən qabaq qaşığı bitki yağı ilə yağlamaq lazımdır. O zaman bal yapışmır. Bunu belə çırpmağa davam. Deməli qızlar, burada məndə 4 orta boy, daha yarısı da elə bir balaca idi. Balaca, orta boy, nə bilim 4 dənə yumurta idi. Dibi yaxşı qarışmıyor. 4 yumurtaya 4 xörək qaşığı şəkər götürdüm. 4 xörək qaşığı da un. Bu məndə klassik biskvitin reseptidir. Sadəcə mən buna 2 xörək qaşığı bal əlavə elədim. Çünki tənbəl sayağı ballı
tort bişirirəm güya. Deməli 4 yumurta, 4 xörək qaşığı şəkər, 2 xörək qaşığı bal, 4 xörək qaşığı un və qaşığın balaca çay qaşığının ucunda soda. Neysə ki qızlar, bu kələpçəli qablardan istifadə edəcəyik tort üçün. Duxovkadan artıq listi çıxartdım. Gətirim. Deməli formanın altını biraz ortaya qoyayım. Etməli. Biskvitlə şeylədim, batırdım biskvitə ki, biskviti tökəndə qıraqlardan, kənarlardan daşmasın, axmasın, tökülməsin, nətər deyim. Və ikinci formamızı da eynən, beləcə formanda eynən hel elədim, qoyuram bir kənardan belə. Belə oldu formamız və biskvitimizi tökürük bura. İcazənizlə kamera ilə rahat deyil, kamera mənə maneçilik edir. Lapatka ilə xəmiri yerləşdiririk. Və belənçinə alındı. Bilmirəm indi bu dəmirin hündürlüyündədir xəmir. Bilmirəm köpdükcə buranı tutacaq yoxsa yox. İndi fikrimi çatdıra bilmirəm. Yəqin ki mən başa düşən başa düşür. Xəmir köpdükcə bu boşluq dolacaqmı orasını bilmirəm. Belənçinə yarım aypara formasında bişirəcəyik Allah qoysa. Və qızlar, xəmiri artıq qoydum duxovkaya. Ona kimi də salatımızın ərzaqları bişdi, hazırdır. Çıxartmışam. Qoyuram, gözləyirəm soyusun ki, bundan bir salat hazırlayaq. Bu arada su qoydum aş üçün. Bunlar soyana kimi gətirim aşqarasını eləyim. Qızlar, deməli burada su qaynatmışdım. Bir də toyuğun suyunu əlavə elədim. Biz hərdən hel eləyirik toyuq bişəndən sonra. Toyuğun suyunu əlavə eləyirik. Düyünün suyuna ki, bulyon olsun və düyümüz dadlı alınsın. Üstünə otlanır su. Süfrələrə şam gözün qoyardınız kim olsun. Belənçəylə tuzlu suda bişirək biraz. Qoy barışsın küsənlər, talih bizə yar olsun. Sevilənlər, sevənlər, şəkər vurub baxmalar, bəzən gedir gün çayı. Baxar necə yaraşır Azərbaycana. Süfrələrə şam düzün qoyarsınız kim olsun. Böyle sıçan oğlum biridən olsun. Səməni nazlı gəlin cəbəlində kəmər. Baharın elçisidir bəzəkli əlbəkilər. Səməni nazlı gəlin cəbəlində kəmər. Baharın elçisidir bəzəkli əlbəkilər. Mənim tortuma baxın da qızlar. Qorxduğum başıma gəldi. Vulkan taşdı. Və demək olar ki, artıq aşqaram hazırdır. Bu bəkkidən bomba şabalatlarda tapdım, çıxartdım, yudum marazilkadan. Qoydum bura. Yadınıza gəlirsə, papalıq gətirmişdik. Səbinə ilə təmizləmişdik. Rəfiqəm səbinə ilə. Toyuq əti ilə elədim aşqarasını. Həm tez olsun, həm də uşaqlar yesin deyə. Qaldı düyün süzmüşəm, qaldı qazmaq eləyib düyünü qoymaq dəmə.
Qazmaq hazırlayıram. Qazmaq. Deməli, bir yumurta, 2 yemək qaşığı ya qatıq, ya xama. Ay, bir istidir mənə. Sudan da alıram. Sonra qatıq. Sonra bize lazımdır duz. Yarım çay kaşığı kadar. 2 xörək qaşığı kadar duru yağ. İki xörək qaşığı oldu da. Ve hardasa bir stəkan qədər un. Ürəkdə nə qədər aparsa. Onu hissə-hissə əlavə edəcəyik. Ta ki ələ yapışmayan xəmir əldə edənə kimi. Biraz qoxunan biraz dəyişmək lazımdır. Çünki nə qazanı yerinə qoymaq olur, stolun qabağı bağlıdır, o şkafın qabağı bağlıdır, nə un götürmək olur. Hər şeyin yerini dəyişmək lazımdır burada. Heç nə yaddan çıxmadı ki. Məncə heç nə yaddan çıxmadı. Bundan qutaraq keçək salatımızı hələ başlamamışam. Çalışacağım tez-tez eləyim ki, çatdırım.
Bu da bizim qazmaq. Şu qızlar, artıq qoyuram dəmə. Sər kökünü yağını tökdüm, yağı hələ əridi darı. Qapağını örtüb qoyacam dəmə. Qovurğa hazırlayıram. Çox adam buğdanı istağa qoyur. Mən yox. Elə belə qovuracam. Yuyum, birinci yuyum. Qəşəkcə yuyacam. Ondan sonra qovuracam vamxodda. Да? Он аж свои переводы на ничего делать, он молодец. Ardıyca qara küncüt. Az cana. Və bu da bizim qovurğa. Kimin dişi varsa buyursun. Ama badam, balqabaq tumu falan da əlavə eləmək var. Bunu mənə o vaxtı Vüsalə göndərir. Bunu mənə o vaxtı Vüsalə göndərmişdi. Novruz bayramına görə. Sveçka. Armudu stəkan formasında. Büstükü. Ладно, bunu da stola. Bunu da mənə Vüsalə göndərmişdi. Hansı qəşəkdir? Hansını eləyək? Qarabağ, Azərbaycandır, Şuşa. Da, onu eləyək. Давайте eləyək. O səməni də var ay, девочка. Səməni, paxlava. Və qızlar, yavaş-yavaş hər şeyi hazırlamışıq. Salatımız hazırdır. Beləsinə güya paxlava forması vermişik. Sadəcə stol açmaq istəyirik kuxnada. Stolun üstünü qızlar yığışdırana kimi gətirdim, qoydum bura. Ki orada maneçilik törətməsin. Salatımız belə alındı. Bu da bizim qovurğamızdır. Qovurğanın üstünə düzdüm. Əlimə keçən hər şeydən 2-3 dənə paxlava qalıb, bir dənə qoğal qalıb, şəkər bura, 1-2 dənə qalıb. Hamısını payladıq, inansız. Heç mamagilə vermədim amma düzü. Mamagildə Luda pişirmişdi qoğalla paxlava. Ona görə fikirləşdim ki, bezməsinlər. Hardasa bir ay sonra yenə pişirərəm, onda yenə mamagilə göndərərəm. Neysə ki, Novruz stolumuz belə oldu. Qızlar da yavaş-yavaş kuxnanı səlqəyə saldılar. Stolu açdılar. Yəni stolda lazımsız şeylər yığışdırdılar. Və mən də salatı apardım kuxnaya. Ləliş tərəvəz salatı xoşlayandı. Yəni bilənlər, tanıyanlar bilirlər. Dedi ki, mən tərəvəz salatı yeməsəm olmaz. Mən tərəvəz salatı hazırlamaq istəyirəm. Ona görə mətbəxdən çıxmışam, məşət eləməyim. Özü xoşlayır, hər şey tək eləsin. Sonra qızlar dedilər ki, mama tort artıq gecdir, tortu sabah eləyərik. Ona görə tortu saxladıq sabaha. İndi Ləliş də salatı eləsin, ondan sonra keçək kuxnaya, hamımız oturaq, bayramımızı qeyd eləyək. Az da olsa xudmani bayram stolu açdıq özümüz üçün. Sonra uşaqlar deməsin ki, bayramsız qaldıq. Хочешь, возьми выходной видео.